Getdi öptürə. Fağral Dilqəmisi. Bütün borçallarımıza, fağrallarımıza salam olsun. Kimimizde yalın der ama ağlama bağlam kimin lehden. Kimi vardan yağdır kimi de lehden. Var ol ay ustad, var ol. Şikayetim der felahden gelir. Eşk olsun, eşk olsun. Düz sözün anmağın ne mənası var. Gələ başına mən dönüm. Eşk olsun, eşk olsun. Gələ başına qay mən. Görmə mən dolarım ay mən. Ay mən, ay mən. Hə, dönüm. Eşk olsun. Taleyin hökmünden kaçmaktan olmur. Sirrini hamıya açmaktan olmur. Değişir insanlar. Ay qaqa. Tapmağı olmuş çölüne konmağın ne mənası var. Eşk olsun ay ustad. Yer ay ustad, igidlər məskəni bu ana yurdun isti nəfəsindən deməsək olmur. Cür ayağında ilişib qalan ofçu tələsindən deməsək olmur. Yaşa yaşa. Əsir olmuşuq qoca dağların, torpağını quca dağların, yuqarlı dağların, uca dağların, dumanlı köysündən deməsək olmur. Aldı görəşə nə dedi? Bayram deyərdər abalam, yıxılan kəs ağlamazın. Ağlın olan namərdə bel bağlamaz. Var ol, var ol. Duyan köllümünə dəmə sığlamaz Köllünə qonmağın nə mənası var. Gələ başına mən dönüm. Gələ başına ay mən. Dönmə mən dolarım ay mən. Ay mən, ay mən. Eşk olsun, eşk olsun. Derəsiri olmuşam qoca dağların, torpağını quca dağların, yuqarlı dağların, uca dağların, dumanlı köysündən deməsək olmur. Yaşa yaşa. O yalçın qayada kiminsə qalıb, hissimi duyğumu ay ustad, kəməndə salıb. Palıd ağacının seyrinə dalıb, çınar kölgəsindən deməsək olmur. Bayram deyər yıxılan kəs ağlamaz. Ağlı olan ay qaqa namərdə bel bağlamaz. Duyan köllüm min azaba sığlama diyesi yanmağın nə mənası var? Diyesi yanmağın nə mənası var? Var ol ay ustad, təşəkkür. Rəhmət sizlərə can sağlığı. Təşəkkür, var ol, minnətdarım.